alimlərdən biri deyir, neçə vaxt idi, oxuyurdu, Nəcəfdə oxuyurmuş. Biraz çətin dönəmlər olub vaxtı ikən, deyir, pul tapa bilmirdim, oradan buradan. Axı bir dəfə tapdım, ürəyimdə ət yemək istəyirdi. Axırda şükür Allaha gedim, əti alım, yeyim. Getdim, əti aldım. Qaydanda sevinə-sevinə, imtahanlar da bitmir ki, həyatda, qurban olum Allaha da. Deyir, gəldim, deyir, əlimdə gedirəm, birdən qabağıma üzr istəyirəm, bir it çıxdı balaları ilə birgə. Elə baxırdılar, sanki baxışlarına deyirlər ki, verirdi əlimdəki. Mən baxdım, hələ ki vermək istəmirdim də, özüm də yemək istəyirəm. Amma dedim, ilahi, mənim dilim var, bunların dili yoxdur. Atdım qabağına və getdim. Özü deyirdi ki, mənim həyatım onu ilə dəyişdi. Özü danışır həyatındakı. Bilirsiniz niyə? Orada tam ixlas var idi və anında iş görülmüşdü. Orada özünü kimə göstərəcək, siz də mənə bağışlayın. Nəyə göstərəcək özünü? Və anında eləyib, baxmayaraq ki, onu məxluq, ilahi Allahın məxluqu bilib. O məxluqdur. Sırf emosiyada deyil ha burada ya, başqa bir aləmdir. Başa o cürünü addımı ilə bütün həyatı dəyişmişdi. Allah onun o qədər pul bərəkət vermişdi öz həyatında yazarkən. Sanki Allah dedi, fəqirliyi köklü götürdüm ha səndən. Və uğur qazandı. O anındakı əməldir ki, düşdü yerinə düşdü. Vallah belədir ya, biləsiniz. Adam bir nəfəri vaxtında bağışlaya bilər. Allah bir sənliyinir. Yaralar atır. Allah özü bizi bağışlasın.